28 sentyabr 2025-ci ildir və həftənin bazar günü dəyərli izləyicilər, Rusiya-Türkiyə gərginliyi davam edir. Lavrovdan Türkiyə açıqlaması gəlib. Rusiya neftindən imtina edərsə Türkiyə nələr olacaq? Belə ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Amerika prezidenti Donald Trumpın Türkiyənin Rusiya neftinin alışını dayandırmasını istəməsi ilə bağlı açıqlamasına münasibət bildirib. Musavat.com xəbər verir ki, Lavrov BMT-də keçirdiyi mətbuat konfransında Rusiyanın Türkiyənin mövqeyinə hörmətlə yanaşdığını bildirib və stat olaraq bunu deyib. Mən spekulyasiya etmək istəmirəm, amma Türkiyə və digər tərəfdaşlarımız haqqında həmişə dediklərimi təsdiqləmək istəyirəm. Biz Türkiyə Respublikasının mövqeyinə hörmət edirik və Türkiyə Respublikasının özünə və xalqına da hörmət etdiyinə şübhə etmirik. Xatırladaq ki, Trump Türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşündə Türkiyənin Rusiya neftinin alınmasının dayandırmasını istədiyini bildirmişdir. Reuters agentliyinin yaydığı məlumata görə isə aprel ayından bəri Türkiyə Rusiyada neft alışını minimuma endirib, dəyərli izləyicilər.